Salam, hörmətli Azərbaycan xalqımız. Bu günlərin biz sizi Qəbələ şəhərindən salamlayırıq. Gördüyünüz bu gözəl məkanlarımızdan biri Qəbələ rayonunun, Qəbələ şəhərinin dağətəyi yerlərindən biridir. Yəni Qəbələnin mərkəzindən təxminən bura 50 metr, 10 kilometrdə olar təxminən. Siz də gəlin istirahət edin, bu gözəl yerlərdən yararlanın. Qiymətlər də çox münasibdir. Bizim bir çox görməli yerlərimiz var. Sizə də onlarla tanış edəcəyik. Hal-hazırki yerimiz də Qəbələnin özündədir. Yəni gəlin, ailəvi istirahət mərkəzləri var. Gözəl uşaqlar üçün əyləncə mərkəzləri var. Münasib qiymətlərə narazılıq ola bilməz. Qulluq çox gözəl öz qaydasında. Necə deyərlər, gəlin istirahətinizi eləyin. Hələ ki bu qədər. Bir neçə yerlərdə var, onlar da sizə təqdim edəcək. Salam, gözəl Azərbaycan xalqımız, gözəl Azərbaycan vətəndaşlarımız. Biz hal-hazırda Qəbələ şəhərindəyik. Gözəl dağətəyi yerlərimizdən birindəyik. İstirahət mərkəzlərindən birindəyik. Yəni turizm mərkəzi olan yerlərdəyik. Burada gözəl səfalı bağlarımız, dağlar var. Əyləncə mərkəzləri var, istirahət mərkəzləri var. Gəlin siz də istirahətinizi edin. Gözəl təmiz havası var, səfalı yerləri. Necə deyərlər? Ailə üçün çox gözəl məkandır. Yəni bunu sözlə demək olmaz. İstərdim ki, gözdən gəlib bilərsiniz. Gəlin. Baxın, burada da istirahət yerlərimiz var. Gözəl. Əyləncə mərkəzləri. Buralarda da harada ürəyiniz istəsə gözəl dincələ bilərsiniz. Piknik yarada bilərsiniz ailənizlə birlikdə. Qəbələnin mərkəzindən çox münasib, çox yaxındır, yəni elə uzun məsafə deyil. Yəni Qəbələnin mərkəzindən hardasa bir 10 kilometrdə olar. Burada gözəl kanatımız da var, Tuxandağı istirahət mərkəzimiz də var. Oradan da yararlana bilərsiniz. Necə deyərlər, gəlməyinə və görməyinə deyil. Gəlin siz də istirahətinizi edin. Yenidən biz efirdəyik. Bu gözəl dağlarımızdan biri olan mənzərəli bir qulağını görmək, mənzərəli yerlərimiz. Necə lazımdır, gəlin istirahətinizi edin. Mənə belə gəlir ki, gəlməyinə və görməyinə dəyir. Necə lazımdır, istədiyiniz kimi istirahətinizi ailənizlə edə bilərsiniz. Hələlik yəni görüləsi yerlərimiz çoxdur. Az sizə göstərəcəyik, təqdim edəcəyik. Azərbaycanın çox gözəl güşələr çoxdur. Hər bir bölgəmiz gözəldir, hər bir bölgəmizdə gözəl yerlər var. Yəni hissə mən sizə təqdim edəcəm bunları.